Əgər sən də 11-ci sinif şagirdisən və 100 sözlük esse yazmaqda çətinlik çəkirsənsə, paylaşacağım bu video və hazırladığım esse PDF-i sənin üçün faydalı olacaqdır. PDF-lərim nələrdən ibarətdir? Başlanğıcda essenin adı verilibdir və bərabərində essenin adının tərcüməsi, essenin strukturu addımlar şəklində verilib. Əksəriyyət şagirdin çətinlik çəkdiyi məsələ esseni başa düşüb, ancaq ağlına ideyaların gəlməməsidir və buna kömək üçün mən sənə ideyaları Azərbaycan dilində vermişəm və həmin ideyaların ingilis dilinə tərcüməsi zamanı lazım olacaq useful expressions, yəni faydalı ifadələr verilibdir ingilis dilində. Daha sonra esseni supporting sentences, yəni dəstəkləyici cümlələri ideyalarla birlikdə və bərabərində faydalı ifadələrlə verilibdir. Daha sonra nümunələr, example'lar və sonda concluding sentence, conclusion, yəni yekun verilibdir. Bununla bitmir. PDF-də açar sözlər ingilis dilində və Azərbaycan dilində, hər bir essedə istifadə olunacaq qrammatik qayda, izahı və nümunələri və ən sonda nəhayət PDF-dən essenin tam formada Azərbaycan dilində modeli yazıb bitirdikdən sonra yoxlamaq üçün cavab olaraq ingilis dilində həmin essenin tərcüməsi yer alıbdır. PDF ilə tanış olmaq istəyənlər şərh bölməsinə esse yaza bilər. Writing qruplarına qoşulmaq, esse yazmağı öyrənmək üçün DM-dən mənə yaza bilər, yaxud da profilimdə olan nömrə ilə WhatsApp-la əlaqə saxlaya bilərsiniz.